Hörmətli sahibkarlar, Dövlət Gömrük Komitəsi xarici iqtisadi fəaliyyətinizlə bağlı sizə yeni elektron xidmətlərini təqdim edir. İdxal-ixrac əməliyyatlarınız haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal və ya nəqliyyat vasitəsini bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin. Şəxsi kabinetə giriş səhifəsində qeydiyyatdan keçin düyməsini sıxın. Elektron poçt ünvanınızı, mobil nömrənizi daxil etdikdən sonra şəkildə gördüyünüz kodu xanaya doldurun. İrəli düyməsini sıxdığınız zaman sizin elektron poçt ünvanınıza 6 simvollu kod göndəriləcək. Aldığınız kodu boş xanaya yazıb daxil et düyməsini sıxın. Qeyd: yuxarıda keçən 4 simvollu kodu yenidən daxil etməyiniz vacibdir. Siz avtomatik olaraq növbəti səhifəyə keçid alacaqsınız. Burada siz hüquqi və ya fiziki şəxs olduğunuzu qeyd edib vöyün nömrənizi əlavə edəcəksiniz. Şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etdikdən sonra doğum tarixinizi düzgün yazın. İrəli düyməsini sıxın. Baza sizin kimliyinizi təsdiq etdikdən sonra məlumatları ekrana çıxarır. Növbəti dolduracağınız bölmələr: istifadəçi adı, istifadəçi şifrəsi, təkrar istifadəçi şifrəsi və 4 simvollu kod. Sonda irəli düyməsini sıxın. Bu səhifə sizin uğurla qeydiyyatdan keçdiyinizi təsdiqləyir. Bütün məlumatlar sizin elektron poçtunuza göndərilir.